Salam komanda, necəsiniz? Bugün günlük nələr edirik? O barədə məlumat verəcəm sizə. Burada 2 dənə hesabımız var. Dollar %2 hesabı azınız olmasa. Burada 800 manat pulum var və qutularımı açmamışam. Sizinlə birlikdə açacağım. Qutular sözünü tıklayırıq və %2 qutularımızı ilk öncə açırıq. Ürəyimiz hansı reklam istəyirsə, xoşumuza gəlirsə onu aça bilərik. Qutunu aç. Deməli 20 %2 qutu bizə 1 dollar verir. 15 saniyə gözləyirik və 15 saniyə sonra reklam bitmiş olur. Qutunu aç. Baxın 1 %2 1 dollar. Və keçək 60-a. Burada da yine ürəyimiz hansı reklam istəyirsə onu götürüb izləyə bilərik. Və 60 isə bizə 3 verir, 3 dollar. Sonra keçək 170-ə. Və burada da istədiyimiz reklamı götürüb izləyə bilirik. 170 isə bizə 8 manat 50 qəpik verir. Və 15 saniyə bitdi. 8.50 geri. Və 60'da qaçaq. Və istədiyimiz hər hansı bir reklamı izləyək. Və qutunu açırıq. Geri. İndi isə 20'ni açaq. Hər hansı bir reklamı izləyək burada da. Tekrar izləyək. 15 saniyə tutan kimi qutunu aç gəlir və 1 manat 20 qutudan 1 manat çıxır. Və 600'i qutunu açırıq. Hər birinizə qismət olsun. 1900'dən 600. Qutunu açırıq. 600'in qutudan 30 manat gəlir. Sonra 1900'e keçirik. Və hər hansı bir reklamı da götürüb izləyirik. Burada da qutunu açırıq. 95 manat. Xeyirli olsun. Hər kəsə nəsib olsun. 600'dən 1900 qutu. Və hesabıma daxil oluq. Deməli hesabımda 800 idi. İndi isə oldu 938 manat. Keçək komissiya yerinə. Komissiya yerində isə komissiyamızı qəbul edirik. Dünənləri etməmişdik. Xeyirli olsun. Yine hesabıma daxil olaq. 1000 oldu. Çıxarış edək. Çıxartma. %2 vasitəsindən çıxarış edirik və məbləği də yazaq. 1000 manat. Deməli 1000 manatda bilirsiniz ki 10% tutduğu üçün 100 manat bizdə şirkət vergi komissiya üçün tutmuş olur. Və mənim finansımın TVC-si var burada. Onun üçün yatırmaya ehtiyac yoxdur. Çıxartma sözünə vururuq və get sözünə vururuq. Deməli get sözünə vurduqdan sonra WhatsApp-a kod gedir və WhatsApp-a kod getdikdən sonra kodu yazırıq bura. Yaxşı sözünü tıklayırıq. Xeyirli uğurlu olsun, bərəkətli olsun. 3 gün içində finansıma keçəcək.